Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 56-dakı bir neçə məsələlərin izahını verəcəyəm. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanalıma abunə olub həmin video dərslərə baxa bilərsiniz. Kanala abunə olmaq ödənişsizdir. Yəni heç bir ödəniş tələb etmir. Məsələ 92-yə baxaq. Demək ki, 21 martda hansı coğrafi enliklərdə günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğu, dirəyin öz uzunluğu arasındakı fərq, dirəyin kölgəsinin uzunluğu ilə dirəyin öz uzunluğu arasındakı fərq daha qısa olar. 21 mart tarixində biz keçən video dərslərdə də qeyd etdik. Günəş ekvatorda zenitdədir. Yaz gecə gündüz bərabərliyi günüdür. Günəşin hansı enliklərdə zenitdə olduğuna fikir versək, hansı vaxtlarda zenitdə olur? 22 iyun tarixində 23,5 dərəcə şimal tropikinə zenitdə olur. 21 mart, 23 sentyabr tarixlərində, yəni yaz gecə gündüz bərabərliyi, bir də payız gecə gündüz bərabərliyi günü Günəş ekvatorda zenitdə olur. Və bir də 22 dekabr tarixində 23,5 dərəcə cənub enliyində Günəş zenitdə olur. Yəni cənub tropikində zenitdə olur. Və qeyd edək ki, 23,5 dərəcə şimal enliyi ilə 23,5 dərəcə cənub enliyi arasında demək qalan bütün məntəqələrdə Günəş ildə 2 dəfə zenitdə olur. Və məsələmizə keçək. 21 martda hansı coğrafi enlikdə günorta vaxtda şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğu? Biz əvvəlcə fikir verək ki, 45 dərəcə demək cismin uzunluğu 4 metrdirsə, kölgənin uzunluğu 4 metrdir. 45 dərəcədə. Əgər Günəş 45 dərəcə bucaq altında düşürsə, cismin uzunluğu ilə kölgənin uzunluğu bərabər olur. 30 dərəcə düşürsə, Günəş şüaları 30 dərəcə bucaq altında düşürsə, cismin kölgəsinin uzunluğu özündən 2 dəfə böyük olur. Özündən 2 dəfə böyük olur. 60 dərəcəlik bucaq altında düşürsə, Günəş şüaları, cismin kölgəsi özündən 2 dəfə kiçik olur. 30 dərəcədə demək cismin kölgəsinin uzunluğu özündən 2 dəfə böyük olur, amma 60 dərəcədə cismin kölgəsinin uzunluğu özündən 2 dəfə kiçik olur. Və bunu biləndən sonra biz məsələmizi həll edirik. Əgər bucaq hardasa 45 dərəcəyə bərabərdirsə, indi biz məntəqələri seçək. Burada 90 dərəcədən Günəş ekvatorda zenitdədirsə, 45 dərəcə şimal enliyinə yaxındır. Çünki burada məsələnin şərtində deyir ki, fərq daha qısa olur. Yəni kölgənin uzunluğu ilə dirəyin öz uzunluğu arasındakı fərq daha qısa olar. Və mən demək 40 dərəcə, əgər məntəqəmiz 40 dərəcə şimal enliyində yerləşirsə, 90 dərəcədən çıxılsın bucaq, tapırıq bucaq, Günəşin düşmə bucağı olur 50 dərəcə. Bir məntəqədə əgər 39 dərəcə cənub enliyində yerləşirsə, digər o məntəqədə Günəşin düşmə bucağı 51 dərəcə olar. Hardasa 45 dərəcəyə yaxın. 45 dərəcəyə yaxın, yəni 50 dərəcə və 51 dərəcə olar. Məsələ və məntəqələrimiz yerləşir 40 dərəcə şimal enliyi, 39 dərəcə cənub enliyi. Burada doğru cavab D variantında düzgün verilmişdir. Məsələ 95-ə baxaq. A məntəqəsində gecənin uzunluğu 14 saat 40 dəqiqə olarsa, müvafiq olaraq Günəşin çıxma və batma vaxtlarını müəyyən edin. Keçən video dərslərdə biz buna aid məsələlərini müəyyən qədər etdik. Deməli, bütün sutkamız 24 saatdırsa, yəni bir sutka 24 saatdırsa,
və gecənin uzunluğu 14 saat 40 dəqiqədirsə, biz gündüzün uzunluğunu tapmalıyıq. Gündüzün uzun buradan tapırıq 9 saat 20 dəqiqə. Bu olur gündüzün uzunluğu. İndi biz gündüzün uzunluğunu dəqiqəyə çeviririk, yəni saatı dəqiqəyə çeviririk. 1 saatımız 60 dəqiqədirsə, 9 saat x 154 540 dəqiqə edir. 9-u 60-a vuranda 540 və üzərinə gəlirik 20 dəqiqəni. 20 dəqiqənin də üzərinə gələndə 560 dəqiqə. Onu 2 yerə bölürük. 560 dəqiqəni 2 yerə bölürük. 280 dəqiqə. 280 dəqiqəni də saata çeviririk. Yəni də 60-a bölüb saatı tapırıq. Demək 4 saat 40 dəqiqə edər. Demək oldu. Demək 4 saat 40 dəqiqə. Sonra nə edirik? 12:00-dan əvvəlcə 4 saat 40 dəqiqəni çıxırıq. Sonra 12:00-ın üzərinə 4 saat 40 dəqiqəni gəlirik. Həm günəşin çıxma saatını tapırıq, həm də günəşin batma saatını tapırıq. Burada 12:00-dan 4:40 çıxanda 7 saat 20 dəqiqə günəşin çıxma saatı və üzərinə gələndə tapırıq 16:40, yəni günəşin batma saatını tapmış oluruq. Məsələ 96-ya baxaq. A məntəqəsi A nöqtəsində 23 sentyabr saat 18:00 olarsa, bu zaman günorta vaxtı günəş şüalarının 55 dərəcə bucaq altında düşdüyü məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Yenə də 23 sentyabr deyirsə, günəş ekvatorda zenitdədir və A nöqtəsində deyirsə 23 sentyabr tarixidir və saat 18:00-dırsa, bu zaman günorta vaxtı. Günorta vaxtı deyirsə, demək ki 12:00 biz qəbul edəcəyik. Yəni məntəqəmiz yerləşir 20 dərəcə şimal enliyində, Qrinviç meridianının üzərində. Bu da məntəqəyə fikir verək. Məntəqəmiz yerləşir 20 dərəcə şimal enliyi və 0-cı meridianın üzərində yerləşir. Əgər burada saat 18:00 23 sentyabr tarixidirsə və aralarında saat fərqinə baxaq. Aralarındakı saat fərqi olar 18:00-dan 12:00 çıxıb tapırıq 6 saat. Aralarında 6 saatlıq vaxt fərqi varsa, onu da çeviririk dərəcəyə. Dərəcəyə çevirmək üçün 1 saata 15 dərəcə dönürsə, yer kürəsi özü ətrafında 6 saat, x tapırıq 90 dərəcə. Deməli, 6 saata yer kürəsi özü ətrafında 90 dərəcə dönər. Və həmən məntəqə 90 dərəcə Qrinviç meridianı ilə, yəni baxın bu A məntəqəsi ilə həmən məntəqə arasında 90 dərəcə fərq vardır və günəş şüaları ora 55 dərəcə bucaq altında düşür. Və 55 dərəcə bucaq altında düşürsə, biz məntəqəni tapmaq üçün günəşin zenitdə olduğu enlik, ekvatorda zenitdədirsə, burada 0 qəbul edirik. 90-dan birbaşa bucağı çıxıb tapırıq məntəqəmizi. Məntəqə yerləşir 35 dərəcə şimal enliyində. 35 dərəcə şimal enliyində yerləşir və 90 dərəcə qərb uzunluğunda yerləşir. Bizdən məntəqənin coğrafi koordinatlarını istəyir. Məntəqə yerləşir 35 dərəcə şimal enliyi, 90 dərəcə qərb uzunluğunda yerləşmiş olur. Çünki aralarındakı saat fərqi 6 saatdır. Həmən məntəqə ilə Qrinviç meridianında yerləşən A məntəqəsi arasında saat fərqi 6 saatdır. Sonra digər məsələmizə baxaq. Ekvatordan 1776 kilometr cənubda və yerli vaxtda başlanğıc meridianın yerli vaxtından 68 dəqiqə geri olan ərazini müəyyən edin. Cənuba doğru hərəkət edirik. 1776 kilometr. 1 dərəcəlik qövsün uzunluğu meridian xətti üzrə hərəkət edirik.
və ekvatordan aşağıya, cənuba doğru hərəkət edirik. Buradan tənasibi qrup tapırıq. Meridian xətti üzrə 1 dərəcəlik qovuşan uzunluğu 111 kilometr, 1776 kilometr, x buradan tapırıq 16 dərəcə. Yəni cənuba doğru, ekvatordan cənuba doğru 16 dərəcə hərəkət edirik. Sonra qeyd edir ki, yerli vaxtı başlanğıc meridian yerli vaxtından 68 dəqiqə geri. Yenə də 68 dəqiqəndə geri deyirsə, deməli biz qərbə doğru hərəkət etmiş olacağıq. Demək ki, 1 dərəcə dönməsi üçün 4 dəqiqə vaxt lazımdırsa, 68 dəqiqə x buradan tapırıq 17 dərəcə. Deməli 17 dərəcə qərb uzunluğunda və 16 dərəcə cənub enliyində yerləşir məntəqəmiz. Bu məntəqədə baxın, demək ki, A variantına uyğun gəlir. A variantında birinci məntəqəyə uyğun gəlir. Məsələ 98-ə baxaq. Bakıda gecənin uzunluğu 14-20 olarsa, həmin gün üçün günəşin çıxma və batma vaxtlarını müəyyən edin. Gecənin uzunluğu deyirsə, biz gündüzün uzunluğunu tapacağıq. Bayaqki qaydada yenə də 23, yəni 24:00-dan çıxırıq 14:20-ni. Burada mən 23:60 yazmışam. 23:60 çıxılsın 14:20-ni tapırıq 9 saat 40 dəqiqə. 9 saat 40 dəqiqəndə əvvəlcə dəqiqəyə çeviririk. Demək ki, 9 saat 540 dəqiqə, üzərinə də gəlirik 40 dəqiqəni, tapırıq 580 dəqiqəni tapmış oluruq. 580 dəqiqəni də yenə də 2-yə bölürük 290 dəqiqə, 290 dəqiqəni də saata çeviririk. 60-a bölürük 4 saat 50 dəqiqə. Deməli 290 dəqiqə olur 4 saat 50 dəqiqə. Yenə də 12:00-dan çıxırıq 4 saat 50 dəqiqəni və 12:00-ın üzərinə gəlirik 4 saat 50 dəqiqəni. Burada günəşin çıxma vaxtı 7 saat 10 dəqiqə, günəşin batma vaxtı 16 saat 50 dəqiqə olar. Məsələ 101-ə baxaq. Birinci məntəqədə günəş Qrinviç meridianından 4 saat əvvəl üfüqdə göründüyü halda, 4 saat əvvəl göründüyü halda, deməli Qrinviç meridianından şərqdədir. İkinci məntəqədə Qrinviçdən 1 saat gec görünür, deməli Qrinviçdən qərbdədir. Bu məntəqələr arasındakı coğrafi uzunluq fərqini müəyyən edin. 4 saat deyirsə, deməli biz 4 saatı çeviririk dərəcəyə. 1 saat 15 dərəcə dönürsə 4 saat x buradan tapırıq 60 dərəcə. Deməli biz 60 dərəcə Qrinviçdən şərqdədirsə 60 dərəcə şərq uzunluğuna uyğun gəlir. Və digər məntəqə 1 saat deyirsə 1 saat 15 dərəcə dönürsə, deməli 15 dərəcə qərbdədir. Bir məntəqə 60 dərəcə şərqdə, bir məntəqə 15 dərəcə qərbdədirsə, onlar arasındakı coğrafi uzunluq fərqi, demək ikisi də müxtəlif yarımkürələrdə yerləşdiyi üçün 75 dərəcə olar. Məsələ 103-ə baxaq. Xəritə sxemdə A məntəqəsində A nöqtəsindən A nöqtəsi yerləşir. Koordinatlarına baxaq. 60 dərəcə şimal enliyi, 90 dərəcə şərq uzunluğunda yerləşər. Demək, A nöqtəsindən uçuşa başlayan təyyarə əvvəlcə 180 dərəcəlik azimutla 8880 kilometr hərəkət edirik. Deməli, biz meridian xətti üzrə cənuba doğru hərəkət edirik. 1 dərəcəlik meridian qovuşunun uzunluğu 111 kilometr, 8880 kilometr, x buradan tapırıq 80 dərəcə. Demək, biz 80 dərəcə cənuba doğru hərəkət edirik. A məntəqəsi yerləşir 60 dərəcə şimal enliyində. Və çatırıq 20 dərəcə cənub enliyinə. 60 dərəcə şimal enliyi ilə 20 dərəcə cənub enliyi arasında dərəcə fərqi 80 dərəcədir. Sonra qeyd edir ki, şərq istiqamətində 40 dərəcə hərəkət edərək yerə enmişdir. 40 dərəcə biz şərqə doğru hərəkət edirik. Və çatdığımız məntəqə
demək 130 dərəcə şərq uzunluğu olar. Sonra qeyd edir ki, təyyarənin yeri endiyi məntəqənin coğrafi koordinatlarını və onun Bakı şəhəri ilə yerli vaxt fərqini müəyyən edin. Əgər Bakı 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğunda yerləşirsə və digər məntəqə 20 dərəcə cənub enliyində, 130 dərəcə şərq uzunluğunda yerləşirsə, aralarında dərəcə fərqi. İkisi də şərq yarımkürəsində yerləşdiyi üçün 130 dərəcə şərq uzunluğundan 50 dərəcə şərq uzunluğuna çıxıb 80 dərəcəni tapırıq. Aralarında dərəcə fərqi demək 80 dərəcədir. Və 80 dərəcəni də saata çeviririk. 80-i 15-ə bölürük. Buradan demək 15-ə böləndə 5, qalıqda 5, qalıqdakı da 5 dərəcəni də dəqiqəyə çeviririk. 20 dəqiqə, 5 saat 20 dəqiqə olar. Deməli aralarında demək Bakı şəhəri ilə yerli vaxt fərqi 5 saat 20 dəqiqə olar və məntəqənin də coğrafi koordinatları oldu. 20 dərəcə cənub enliyi, 130 dərəcə şərq uzunluğu. Məsələ 104-ə baxaq. B məntəqəsindən əvvəlcə 90 dərəcəlik azimutlar. B məntəqəsi yerləşir 40 dərəcə cənub enliyində və 80 dərəcəlik meridian xətti üzrə yerləşir, şərq yarımkürəsində yerləşir. 80 dərəcə şərq uzunluğu və 40 dərəcə cənub enliyində yerləşir. Əvvəlcə biz qeyd edirik 90 dərəcəlik azimutlar. 1 dərəcəlik qövsün uzunluğu 40-cı paraleldə demək 85,4 kilometrdirsə, 1708 kilometr, buradan tənasib qrup tapırıq 20 dərəcə. Deməli, biz 20 dərəcə şərqə doğru hərəkət edirik və çatdığımız məntəqə 100 dərəcə şərq uzunluğu olar. Əvvəlcə biz 90 dərəcə hərəkət edirik. Sonra nə deyir? Sonra qeyd edir ki, 0 dərəcəlik azimutla, yəni şimala doğru 4440 kilometr yol gedən müşahidəçinin çatdığı nöqtənin coğrafi koordinatlarını və həmin nöqtə ilə Bakı B nöqtəsi arasında yerli vaxt fərqini müəyyən edin. Yenə də biz şimala doğru hərəkət ediriksə, 4440 kilometr. Meridian xətti üzrə hərəkət edirik. 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 4440 kilometr, x tapırıq 40 dərəcə. Deməli, biz 40 dərəcə şimala doğru hərəkət etmiş oluruq və çatdığımız nöqtə olur 0-cı paralel. 0-cı paralel, yəni ekvatora çatırıq və 100 dərəcə şərq uzunluğu. Deməli, məntəqənin coğrafi koordinatları olur 0-cı enlik və 100 dərəcə şərq uzunluğu olar. Və aralarındakı vaxtı deyir, B nöqtəsi ilə aralarındakı vaxtı, demək yerli vaxt fərqi, daha doğrusu B nöqtəsi yerləşir 80 dərəcə şərq uzunluğu, 40 dərəcə cənub enliyində. Digər məntəqə yerləşir 0-cı paralel və 100 dərəcə şərq uzunluğunda. Və onlar arasındakı dərəcə fərqi demək 20 dərəcədirsə, çünki biri 80 dərəcə şərq uzunluğunda, digəri isə 100 dərəcə şərq uzunluğunda və aralarında dərəcə fərqi 20 dərəcədirsə, biz 20 dərəcəni də saata çeviririk. 1 saat 15 dərəcə dönürsə 20 dərəcə x, 20-ni də 15-ə bölürük 5, qalıqda 5, 5-i də yenə dəqiqəyə çeviririk, 1 saat 20 dəqiqə. Deməli, aralarında yerli vaxt fərqi 1 saat 20 dəqiqə olar və məntəqənin coğrafi koordinatları 0-cı enlik, 100 dərəcə şərq uzunluğu olar. Məsələ 106-ya baxaq. 21-ci və 3-cü saat qurşağının
sərhədləri. Bu məsələyə 105 nömrəli məsələyə aid keçən dəfə qeyd etdim. 23 sentyabr tarixində, yəni günəş ekvatorda zenitdədir. 90 dərəcə şərq uzunluğunda çıxan günəş 12 saatdan sonra hansı coğrafi uzunluqda batar? Yenə də əgər burada hal-hazırda burada 90 dərəcə şərq uzunluğunda səhərdirsə, 12 saat sonra həmən məntəqədə elə axşam olar. Yəni orada günəş batar. Yəni 90 dərəcə şərq uzunluğunda burada doğru cavab C variantında düzgün verilmişdir. 21-ci və 3-cü saat qurşaqlarının sərhədləri arasında Qrinviç meridianından keçmək şərti ilə ən az və ən çox dərəcə fərqini müəyyən edin. Və 21-ci saat deyirsə, 21-ci saatı tapırıq. Demək, 1 saat 15 dərəcə dönürsə 21 saat x tapırıq 315 dərəcə. 180 dərəcəni keçiriksə çıxırıq 315 dərəcəni. 315 dərəcəni çıxanda 45 dərəcə qərb uzunluğu olar. Və 45 dərəcə qərb uzunluğuna fikir verək. 23-cü saat qurşağı 45 dərəcə, daha doğrusu 21-ci saat qurşağı 45 dərəcə qərb, yəni orta meridianı 45 dərəcə qərb uzunluğudur. Sərhədlərinə baxaq. 52,5 dərəcə qərb uzunluğu, 37,5 dərəcə qərb uzunluğu. Burada qeyd etmişəm. Demək 45 dərəcənin üzərinə gəlirik 7,5 dərəcə, 52,5 dərəcə qərb uzunluğu. Bir də çıxdım 7,5 dərəcəni, 37,5 dərəcə qərb uzunluğu. Çünki biz bilirik ki, qurşaq vaxtı 1 saatdan 1 saat, misal üçün 0-cı saat qurşağına fikir verək, sərhədlərinə, yəni 15 dərəcənin yarısıdır. 7,5 dərəcə qərb uzunluğu, 7,5 dərəcə şərq uzunluğu və yaxud da 1-ci saat qurşağının sərhədlərinə fikir verək, 7,5 dərəcə şərq uzunluğu və 15-in üzərinə biz 7,5-i gəlib tapırıq 22,5 dərəcənin şərq uzunluğunu, yəni sərhədləri. 1-ci saat qurşağının, bax, bu iki sərhəd arasında bütün qalan məntəqələr 1-ci saat qurşağında yerləşir. Və yaxud da 2-ci saat qurşağında 22,5 dərəcə şərq uzunluğu ilə 37,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr 2-ci saat qurşağında yerləşir. Demək, 3-cü saat qurşağında tapırıq 45 dərəcə şərq uzunluğu. Bura baxaq, 45 dərəcə şərq uzunluğu, orta meridianı və sərhədləri 52,5 dərəcə şərq uzunluğu, 37,5 dərəcə şərq uzunluğu. İndi isə demək, bizdən istədiyi, deməli, ən uzun, demək, ən az və ən çox dərəcə fərqi Qrinviç meridiandan keçmək şərti ilə. Qrinviç meridianı, demək, qeyd edirik, 37,5 dərəcə qərb uzunluğu ilə 37,5 dərəcə şərq uzunluğu arasında qalan, demək, dərəcə bucağına görə ən az dərəcə burada 75 dərəcədir, 75 dərəcədir. 52,5 dərəcə qərb uzunluğu ilə 52,5 dərəcə şərq uzunluğu arasında deməli dərəcə fərqi 105 dərəcədir. Yəni ən çox 105 dərəcədir. Digər məsələdə də eyni tipdir. Burada qeyd etmişəm. Məsələ 107 eyni tipli məsələlərdir. Burada da 22-ci saat qurşağı və 2-ci saat qurşaqlarının sərhədləri arasındakı Qrinviç meridianından keçmək şərti ilə ən az və ən çox dərəcə fərqi burada da qeyd edirik. 22-ci saat qurşağı düşür 30 dərəcə qərb uzunluğuna. Baxaq, 30 dərəcə qərb uzunluğuna düşür, sərhədləri burada qeyd olunur və bir də 2-ci saat qurşağı, 2-ci saat qurşağının sərhədləri 37,5 dərəcə şərq uzunluğu, 22,5 dərəcə şərq uzunluğu burada qeyd etmişəm. Demək, və ən az bucaq deyirsə 22,5 dərəcə qərb uzunluğu, 22,5 dərəcə şərq uzunluğu, ən çox deyirsə 37,5 dərəcə qərb uzunluğu ilə 37,5 dərəcə şərq uzunluğu arasında qalan ən böyük dərəcə fərqi olar. Demək, ən az oldu 45 dərəcə, ən çox oldu 75 dərəcə.